Hər kəsə salam. Bu gün mən uzun müddət internetdə, YouTube-da axtarmağıma baxmayaraq bir məlumatı tapmadım və dedim ki, tez bu yoxluğu bağlayaq. Deməli, heç bir yerdə Çin tarixini Azərbaycanca ətraflı danışıldığını görmədim, amma mən bəzi tarixi faktlara dəyinmək istəyirəm. Hansılar ki, mən özüm tarixşünas deyiləm. Tarixi ixtisasım beynəlxalq münasibətlər olduğu üçün tarixi yaxşı bilirəm, amma özümə tarixçi deyə bilmərəm. Amma Çinin tarixindən çox yaxşı agaham və maraqlı faktları sizinlə bölüşmək istəyirəm ki, gedəcəyiniz, getdiyiniz, dilini öyrəndiyiniz bu ölkə haqqında daha çox məlumatlı olasınız. Deməli mən bu gün sizə 4 böyük tarixi kəşfdən danışmaq istəyirəm. Belə Reels videonu Instagrama qoymuşdum, amma istəyirəm ətraflı bir məlumat verim bunun haqqında və hansı sülalədə, sülalə dövründə hansılar kəşf olunub, bunlar haqqında daha ətraflı sizinlə danışım. Okay, birinci mən istəyirəm deməli kağız, Zao Zhi Shu haqqında danışım, yəni kağız ixtirası. Kağız ixtirası bilirsiniz nə demək idi? O dövrdə biliyin əslində yazı və mədəniyyətin üçündə bu inqilabi bir rol oynayırdı. Artıq bilik, yazı, mədəniyyət təkcə müəyyən bir kütlə üçün nəzərdə tutulmurdu. Hamı üçün nəzərdə tutulurdu. Çünki ondan qabaq dərilər üzərində yazılırdı və onlar çox bahalı idi və onu zadəganlar istifadə edirdilər. Amma kağız çox ucuz başa gəlirdi deyə artıq bilik hamıya çatmağa başlamışdı və bu inqilabi bir kəşf idi o dövr üçün və bu kəşf ən çox Xan sülaləsi vaxtında inkişaf etdirilmişdi. Hətta bir adamın adı da keçir, Cailun, Haosianshi Cailun. Onun dövründə bu kağız ixtirası, kağız yəni istehsal olunması çox təkmilləşdirildi və bütün kütlələrə çatmağa başladı. İkinci bizdə bu da çox böyük bir kəşfdir. Zhinanzheng kompas idi. Siz başa düşürsüz, ona qədər nə qədərə dənizçi dənizdə batıb ölmüşdü. Çünki istiqaməti müəyyən edə bilmirdilər. Yəni bəzən bu doğru istiqamət müəyyən olunurdu günə görə və məsələn başqa şeylərə görə. Bəzən doğru istiqamət müəyyən olunurdu, bəzən doğru istiqamət müəyyən olunmurdu və bu əslində çox həyat xilas edici bir kəşf oldu və çoxlu səyyahın həyatın tələf olmamasına gətirib çıxartdı və məncə biz bunu bir insaniyyət olaraq Çinə çox borcluyuq buna görə. Üçüncü kəşf çox maraqlı kəşf idi ki, bu kəşf əvvəl insaniyyət üçün maraqlı bir şey olsa da, sonradan biraz da insaniyyətin əleyhinə çevrilməyə başladı. Huaya, barıt. Barıt əvvəlcə əyləncə məqsədi ilə kəşf olundu. Yəni bunlar bilirsiniz ki, onların Çunciyesində çoxlu bayramlarında sevirlər də bu barıtdan istifadə edirlər və bu əvvəl bunun üçün kəşf olunmuşdu. Amma sonra başladılar bunu hərb sənətinə tətbiq etməyə və bugün gündəmimizin o gündəlik həyatımızda istifadə olunan partlayıcı barıt ortaya çıxdı və bu əslində çox insan həyatını tələf edib. Bunu bilirik, amma bəzən də məncə yəni bunsuz zaten onsuz da müharibələr olacaqdı və insanların həyatı məhv olacaqdı. Bu da belə deyim, orada bir vasitə idi. Bəs bu barıt nə vaxt inkişaf etdirildi? Tang sülaləsi vaxtında. Ümumiyyətlə kəşfi də Tang sülaləsinə bağlıdır və inkişaf etdirilməsi də Tang sülaləsinin sırf hakimiyyəti ilə bağlıdır. Ən axırıncısı isə İn Şua Şu. Bu İn Şua Şu nədir bizdə? Çap etmə sənəti idi. Deməli, bundan qabaq dərilərdə Tang sülaləsi vaxtında taxta üzərində yazılmağa başlamışdı. Son sülaləsi vaxtında bunlar hərfləri elə bil yazırlar taxtalar, hərflər, yəni heroqlifləri də və bunları hərəkət etdirə-etdirə nələrsə çatdırmağa çalışırdılar insanlara. Amma bu çap sənətinin kəşf olunması sıradan sadə əhali üçün kitaba əl çatan etdi. Yəni artıq kitab kağız üzərində çap olunmağa başladı və hər kəs alıb oxumağa başladı. Bu əslində xalqın, əhalinin, tək Çin xalqının yox, sonradan da yəni bütün dünyanın maariflənməsində inqilab idi da. Yəni bu vaxtacan, yenə deyirəm, o bahalı olduğu üçün bunlar sadəcə bunu əvvəllər
necə istifadə edirdilər? Yəni varlılar, zadəganlar, imperator ailəsi və s. və ilə axırda. Amma artıq bu kağıza yazılıb və çap olunması, biri var kağıza yazılması, biri var artıq çap olması, kütləvi yayılmasına gətirib çıxartdı və bu əslində biliyin yayılması aspektindən inqilab deyiləcək bir şey idi. Bizə əslində bu bilirsiniz nə məlumat verir, nə deyir bizə? Bizə onu deyir ki, Çinlilərin bütün tarix boyu başları çox yaxşı işləyib və Çinlilər insaniyyət üçün çox böyük faydalı şeyləri kəşf ediblər və bilirsiniz ki, onlar ikinci bir amil, maraqlı amil isə bu kəşflərini uzun müddət dünyadan gizlətməyi də bacarıblar. Yəni ancaq özləri istifadə ediblər. Bu da onlar haqqında ikinci bir xarakteristikanı ortağa qoyur ki, yaxşı gizlətməyi bacarırlar Çinlilər. Yəni Çinlilər hər şeyi mümkün qədər üstü örtülü etməyi bacarırlar və bu da onların maraqlı xüsusiyyətlərindən biridir. Bunu biz hər bir aspektdə görə bilirik. Onların diplomatiyasında da görə bilirik. Üstü qapalı diplomatiya, çox belə deyək də, mətbuata açığı olmayan diplomatiya. Bu da əslində bizə Çinlər haqqında məlumat verir. Bu bizim üçün nəyə görə lazımdır? Bir Çinşünas olaraq, bir Çinlə maraqlanan bir insan olaraq bizə nəyə görə lazımdır? Onlar haqqında bir təəssürat formalaşdırmaq üçün. Yəni biz başa düşməliyik ki, bunların xarakteri budur. Yəni onlarla ünsiyyət quranda, işləyəndə başa düşməliyik ki, Çinlilər mümkün qədər qapalılığı sevən millətdilər və əksərən bu milli xarakteristikalarda çoxsuna xitab edir. Ümid edirəm bu videoda sizin üçün maraqlı oldu. Əgər maraqlı oldusa rəylərdə bildirsəniz şad olaram. Növbəti videolarda da görüşərik.